4 may 2025-ci il Qusarlılar və Qusarın futbol həvəskarları üçün böyük bir bayram və sevinç dolu bir gün oldu. Bugün Şəfa stadionunda bir əfsanə yaşandı. Şahdağ futbol komandası Şəfa komandasını möhtəşəm bir oyunda xalq fərqi ilə məğlub edərək çempionluq yolunda böyük bir performans nümayiş etdirdi. Bu əlamətdar an Qusar rayonundan gələn 3000-dən artıq sadiq azarkeşin böyük dəstəyi ilə daha da möhtəşəm oldu. Əvvəlcə azarkeşlər Qusar mərkəzi meydanına toplaşdılar. Azarkeşləri paytaxtda Aska Arena stadionuna aparmaq üçün 30 ədəddən çox iri tutumlu sərnişin daşıyan nəqliyyat vasitələri ayrılmışdı. Hər bir azarkeş Şahdağ futbol komandasını dəstəkləmək üçün paytaxta yola düşdülər. Böyük coşqu və uğurlu qalibiyyət şüarları ilə öz komandasını dəstəkləyərək onların yanında oldular. Şahdağ çempion, Şahdağ çempion. Evet. Şahdağ ve Şahdağ Bu sevgi dolu dəstək Şahdağ futbol komandasının meydandakı performansını daha da parlaq etdi. Növbəti 2 oyunda Şahdağ komandası qalib gələrsə, kubok Qusara gətiriləcək və bu Qusar futbol sevərləri üçün əsl bir bayram olacaq. Şahdağ futbol komandasına gələcək oyunlarda da uğurlar arzuluyur və yüksək canfəşanlıq nümayiş edərək öz komandasına ruh yüksəkliyi verən Qusarın bütün futbol azarkeşlərinə, azarkeşlərin sözü gedən stadiona tam təhlükəsiz və rahat gediş-gəlişi üçün nəqliyyat vasitələri ilə təmin edən rayonun rəhbəri hörmətli Sahir Məmmədxanov başda olmaqla bütün əməyi keçən şəxslərə, asayiş keşikçilərimizə təşəkkür edirəm. Şahdağ Qusarın qürur yeri, Şahdağ futbol komandası da Qusarlıların döyünən ürəyidir. Hər zaman qələbə sizinlə olsun. Firuz Qayıtmazov, F Production, Qusar. Şahdağ, Şahdağ, Şahdağ çempion, Sara Şahdağ.